bir an olsun belə bu dövrəyə, yəni pozitiv insan bu dövrəyə də olmasa dayanar. Yəni hərəkət dayana bilər. Yəni hərəkəti dayana, bioloji, ümumiyyətlə sistem dayana bilər. Sistem bir neçə nəfər insan, xarici insana tutunaraq dövrəyədədir, hərəkətdədir. Yəni bir neçə nəfər pozitiv, möhtəşəm insanın beyni əsasında hərəkətdədir. Əgər insanı dünyadan götürsün, bu dünyadan götürsələr insanı, o yəni proses olaraq, yəni mən dini sferanı demirəm, yəni proses olaraq yəni lazımsız, dəyərsizləşir. Çünki insanın xasiyyəti, xüsusiyyəti, halı, düşüncəsi, titrəşimi, onda olan məlumatlar hərəkətə gətirir. Məsələn, iqlim dəyişikliyinə səbəb hardasa nəyəsə baş verməyi deyil. İqlim dəyişimə səbəb düşüncə tərzidir. Bir yerdə 1000 nəfər günahsız bir insanın ölməyə səbəb başqa bir yerdə 20 nəfər insanın negativ düşüncə tərzidir. Onun titrəşimidir. Hər zaman belədir, yoxsa? Bu hər zaman belə olub, belədir və belə olacaq. Aha, hətta əminliklə. Təbii, əminliklə, bəli. Ki, ona görə də insanlar fərqində olmalıdır, düşünməlidirlər. Çünki əgər insana olan məhəbbətdə doğrudan da iddialıdırlarsa, gəlir düşünsünlər, yəni hörmət, həmişə qisas var, həmişə deyək ki, təhqir var, həmişə bunu istədiyin vaxtı, istədiyin halda edirsən onsuz da. Amma buna rəğbən dayanmalısan, düşüncəvi dayandırmalısan, heç olmasa ki, yəni mənim sistem dağılır, deyil məsəl. Mənim öz ailə strukturum dağılır. Bura nə səbəbdir? Mənim düşüncəm səbəbidir. Elədir, mənim düşüncəmin titrəşimidir. Buranı da dağılır, qonşular da dağılır. Məsəl üçün, sədəqə baxımından və yaxud da kömək baxımından 40 qonşudan xəbərdar olub yatmaq lazımdır. Belə bir demişsiniz də, səhv eləmirəmsə. 40 qonşudan xəbərdar ol. 40 qonşudan qapı-qapı düşməsən də belə, yəni o insan barəsində düşünmək belə, 40 siz düşünsünüz, 40-ını mən düşünsəm, məsafə olaraq dünya xoşbəxt olur da, dünya planet, ümumiyyətlə dövrəyə xoşbəxtlik məlumatı ilə məlumatlanır. Orada iqlimdə heç bir dəyişiklik baş verməyəcək. Elə bir dəyişim ki, insana sanki təsir qoyur. İnsana təsir qoymur, insan ondan təsirlənir, xəbəri yoxdur. İnsanın içi təvəllüdkardır. İnsanın həqiqəti, xəmiri həqiqətlə yox olub deyənə, o təvəllüdkardır. O təsirlənir görülən şey, amma nəyə görə təsirləndiyini bilmir. O narahatçılığı onun iqlimdə, siz deyək ki, yeraltı baş verən təkanlar, zəlzələlər və yaxud da ki, hansısa bir təbii fəlakətlər, bunlar təbii fəlakət kimi görürsən, bu fəlakətin səbəbkarı var da, hikmət əsasında baş verir, heç neysə elə belə baş verir. Deməli, burada insan faktoru əsas önəmlidir ki, yəni bunu demək istədim ki, buna rəğbət insan susmağı bacarmalıdır. Bir var negativə deyənə susmaq hikkəsindən, bir var ki, razılaşıb susmalıdır. Yəni bu razılaşma o lazım deyil ki, hansısa universitet oxusun, akademiya oxusun, bir elm əldə eləsin. O elə özü elmin özüdür. Özü dərk eləsə ki, başa düşsə ki, elm özüdür. Çünki başqa halı, yəni başqa cür hal ki var onda, o özü də elmdir. Və hətta negativ hərəkətlər ki var ki, qeyri-adekvat görsənən hərəkətlər var. Onlar da hesablanmış hərəkətlərdir. Onlar da elmə dayanır. Amma düzdür, səhvliklə işimiz yoxdur. İşim yoxdur daha doğrusu. Məsələ budur ki, belə insanlar əgər varsa, düşünürlərsə, belə bu cür haldadırlarsa, həmişə nəysə, hər şeyi müşahidə edə, pis müşahidə edirlərsə, negativ müşahidə edirlərsə, bu da gözəldir, qəşəng potensialları var. Amma bilməlidirlər ki, bu zərərli düşüncədir. Özləri sağ qalacaqlar, dil yox, məsələn, sağ qalacaqlar, amma onun titrəşimi, aləmi şüalandıracaq. Özdə elə bir şüa ilə ki, həm təbiəti solduracaq, həm insanlığı solduracaq. Bu, yəni, əminliklə deyirəm ki, belədir.